sizə bir şey göstərmək istəyirəm, əzizlərim. Baxın bu yeni gələn məhsullara və baxın bu vitrinə. Baxın bu hissəyə diqqətlə. Bu fenləri görürsünüz. Hal-hazırda buradadır, amma onlar üçün yer artıq hazırlanıbdır. Və burada yeni gələn qazanlar üçün də yerlər hazırlanıbdır. Hal-hazırda hələ nəticə yoxdur. Hal-hazırda hələ heç nə yoxdur. Amma burada nə isə var. Mən sizə indi göstərəcəm necə metafizikanı fizikaya çevirirlər. Yəni ilk öncə nə isə yaranmamış, nə isə olmamış, ilk öncə bir fikir olaraq, bir ideya olaraq nə isə yaranır. Belə bir şeylər həyatımızda hər yerdə, hər an qarşılaşır. Sadəcə bir çox vaxt biz fərqində olmuruq. Kimisə görürük bahalı bir maşında, elə bilirik ki, sanki o ona göydən düşübdür. Və yaxud da kimisə görürük gözəl bir evdə və yaxud da haralardasa gəzdiyini, o nəticəni görürük, elə bilirik ki, sadəcə yəni birdən-birə oldu da. Çünki belə bir düşüncələr gəlir ki, məsələn, məndə niyə yoxdur? Bax, onda ona belə bir şeylər olubdu, ona görə həyat ədalətsizdir. Həqiqətən də, yəni kimisə elə bir şeydə müşahidə edəndə, əgər sən həyatın qaydalarını, qanunlarını başa düşürsənsə, anlayırsan ki, boş yerə və elə belə yerə olmayıbdır. Mütləqi şəkildə o ideya ilk öncə yaranıbdır və başlanğıc buradadır, başlanğıc burdandır.